bürötəndə də gəlmir. Sinifimizin müəllimləri elə əlində qalıb. Bu müəllimə gəlir, o biri müəllimə gəlir, dərs verir. Çox, yəni çox acınacaqlı vəziyyətdədir. Xahiş edirəm, Emin Əmrullayeva müraciət edirəm. Elə biz idarəyə gedirik. Hara gedəsiz gedin deyir, arxamda adamım var deyib, dəfələrcə. Şikayət edirik idarəyə, idarə baxmır. Deyir, get kimə deyirsiz, deyin. Mən qorxmuram. Böyük adamım var mənim arxamda. Bizim uşaqları QSG yazmaq üçün rüşvət də istəyir. Deyir, verginə mən sizin uşağınızın QSG-lərini verəcəm, yazsın, qiymət verim, keçsin sinifi. Elə şey olur. Elə incidərlər şagirdləri, hələ valideynləri incidərlər. İdarə dəfələrcə bir şikayət edir, dəfələrcə deyir ki, direktor belə elədi, direktorun tərəfini tutur idarə. Niyə? İdarə direktora işləyir onda. Xahiş edirəm, artıq dərəcədə yayımlansın, baxılsın. Emin Əmrullayeva xahiş edirəm ki, əsasən ki, o baxsın ki, yəni bizim sinifi dağıdır. Biz məktəbimizdən də, sinifimizdən də, müəlliməmizdən də razıyıq. Heç şikayətimiz də yoxdur müəlliməmizdən. Xahiş edirəm ki, yəni sinifimizin dağılmasını istəmirəm. Bu insan ancaq biz gedən kimi otağına gedir, polis bölməsindən adam çağırır, gətirir. Məni deyir, idarədən gəlib məni eləyin, xilas eləyin. Bu insan onda polislərlə əlbirdə də işləyir də demək olaraq. Xahiş edirəm, baxın bu işə. Əvvəla salam, sabahınız xeyir olsun. Mən Əşkərov Əfsanə Əlişir qızı olaraq sizə müraciətimdə odur ki, Sabunçu rayonu tam orta məktəb 170 nömrəli məktəbdən şikayətimdir. Mənim 2 uşağımdır, mən özüm xəstəyəm, onkoloji xəstəyəm, yəni yatağım. Mən uşaqlarımı apara bilməmişəm, yəni xəstəliyimin nisbətən 15 gün. İndi də hal-hazırda ki, xəstədirlər, virusdadılar, yəni virus tutublar deyə apara bilmirəm. Yəni Sabunçu rayonu 3 saylı xəstəxanada da qeydiyyatdadırlar, müalicədədirlər hal-hazırda, yəni ev şəraitində müalicədədirlər. Apardığım müddətdə də yəni spravkasında aparacam. Yəni aparmadığım günlərin günlər ki var, onların mən kesikalarını istəyirəm.